Salam əziz, tələbə adını qazanmaq istəyən şagirdlərimiz bugünkü VEN 2024 test toplusunun possessive or genitive case formasını müzakirə edəcəyik. Yəni ismin yəli halı. Yəni bildiyimiz apostrof S ya da ki S apostrofu bu günlərim buna aid test suallarını işləyəcəyik. Test sırasında lazım olan əlavə məlumatları da verəcəm. İlk öncə başlayaq birinci sualdan. Əvvəlcə bu suala uyğun olaraq bunu deyim ki, biz bu apostrof S-i kökündən dəyişən isimlərimiz var. Mən, men, kökündən dəyişərək cəmlənən isimlərimiz var. Mən, men, woman, woman, child, children və təkdə cəmdə eyni olan isimlərimiz var. Deerdir, sheepdir, fishdir, swinedir. Bu isimlərin istəyir tək forması, istəyir cəm forması hər zaman apostrof S-lə düzəldilir. Yəni child's S apostrof ya da children's S apostrof görəriksə səhv olar. Məntiq nədən ibarətdir? Yəni bu S-in apostrofun sağında istifadə olunanda isimin təkdə olduğunu göstərir. Amma soluna, yəni bu tərəfə S apostrof olanda isə cəmdə olduğunu göstərir isimin. Bu isimlər cəm şəkilçisi qəbul etmədən cəmləndiyinə görə onlara S şəkilçisi əlavə etməyimizə gərək yoxdur. Və birinci sualda dear nə olacaq? Yəni dear təkdə də deardir, cəmdə də deardir. Ona görə biz bunu apostrof S-lə düzəldəcəyik. S apostrofla düzəltməyimiz səhvdir. Eyni qaydanla mən təkdədir. Yəni məns bu da apostrof S-lə düzələcək. Mens bu da apostrof S-lə düzələcək. Eyni qayda ilə woman'dır, women'dir, child'dır, children'dır. Bu baxımdan da 3-4 doğru variantdır. Yəni C variantı doğru variantımızdır. Növbəti ikinci suala keçirik. İkinci sualda the baby's toys, burada heç bir problem yoxdur. Uşağın oyuncaqları. Baxın, bu forma səhvdir. Nəyə görə? Poetis burada double S, yəni qoşa S sözün özüdür. Bunun apostrof S ya da S apostrofu çevirmək üçün ismi cəmləyirik sonra. Yəni burada bizim apostrofdan sonra bir S-ə ehtiyacımız var. Olmadığına görə səhvdir. Yəni sonu qoşa S-lə bitənlər, məsələn princess, hostess, waitress, poetess, bunlar nədir? Sonun sözü 2 dənə S-lə bitir. Double S-lə bitənlərdə olduğu kimi, yəni oradakı S, 2 o S sözün özünün S-idir. Ona görə biz onlara apostrofunu qoyandan sonra bir S də əlavə etməyimiz vacibdir. Dedik ki, child sözü apostrof S-lə düzəlir, səhvdir. People's, traditions. Burada people bilirik ki, həm də xalq mənasını verir. Xalq mənasını verdiyi zaman cəmlənə bilir. Cəmlənə bildiyinə görə burada xalqların ənənəsi dediyimiz zaman doğrudur. Yəni 1-4 doğru variant D variantıdır. Növbəti sualımıza baxırıq. Növbəti sualımız isə yenə düzgün variantı seçirik. Dr. Watson's advice. Bu doğrudur. Heç bir problem yoxdur. The elephants. Baxın, burada S təzdən bir də apostrof S qoyub. Doğru deyil. Elephant sözü T-da bitir. T-da bitdiyinə görə bir fildən danışanda apostrof S, 1 və ya 2 və daha artıq, yəni cəmdə danışanda S apostrof. Yəni buradakı, belə deyək ki, trunk sözünə baxsaq, buradakı S səhvdir. Yəni S apostrof olmalıdır. Filin xortumu. Z artiklı gələrsə, soyadların qarşısında Z artiklı gələrsə, biz bəli S apostrofdan istifadə edirik. 3 doğrudur. Burada isə 4-də səhv verib apostrof S. Z soyad, üstə gəlinsin S apostrof. Bunu bir qayda kimi yadınızda saxlayın. Doktordur, misterdir, missis gələrsə apostrof S-dən istifadə edəcəyik. Doğru variantımız oldu. 1 ilə 3, yəni B variantı. Növbəti suala baxırıq. The Lions Club, burada heç bir problem yoxdur. Baxın, yuxarıda dediyim kimi Mr. verilibsə apostrof S-dən istifadə eləyəcəyik.
Apostrof S-dən istifadə eləyəcəyik. The workers strike, burada heç bir problem yoxdur. İşçilərin tətili. The ladies names, burada da heç bir problem yoxdur. Ladies names, cups. Cups nerede? Lady. Cevap posesif kezdte. Ladies, yəni burada ya apostrof S ya da S apostrof cəmləşdirib D-nə S-i qoyubdur və sonra da apostrof işlədib xanımların adları bu səhvdir. Deməli burada 1 ilə 3 C variantı doğru oldu. Keçdik növbətiyə. Növbəti sualımız yenə eyni qayda ilə düzgün variantı seçirik. A years, A artiklı özündən sonra təqsim gətirir. Təqsim gətirdiyinə görə apostrof S istifadə edirik. Doğrudur, yəni 1 doğrudur. N artiklı özündən sonra təqsim gətirir. Təqsim gətirdiyinə görə burada apostrof S olmalıdır. S apostrofun işlənməsi səhvdir. 3 rəqəmlər özlərindən sonra cəmsim gətirir. Cəmsim gətirdiyinə görə apostrof S-dən S apostrofdan istifadə etməliydik. Səhvdir. 3 dediyim variant 3-də daha doğru verilib. 3 months training doğrudur. Yəni 1-4 D variantı doğru variantdır. 6-cı suala baxırıq. Bayaq dedik ki, ya apostrof S ya da S apostrof olur. Sözün sonu 2 dənə S, double S ilə bitirsə, bu sözün özünün hərfləridir. Bunun S apostrof ya da apostrof S-ə deyil. Burada da nə olmalıydı? Təzədən bir də yenə S burada işli yazmalıydıq. Yazmadığımıza görə səhv sayılır. Kökündən dəyişən, cəmlənən isimlər dedik ki, təki də, cəmi də həmişə apostrof S ilə düzəlir. Burada S apostrof yox, apostrof S olmalıydı. 2 səhvdir. Thomas adam adıdır. Yəni sözün özü S-lə bitir. S-lə bitirsə, bura apostrof S qoymağımız doğrudur. Those cəmsim gətirib, cəmsim S apostrof gətirir. 3-4 doğru variantımızdır. Yəni A variantı doğrudur. Keçdik növbəti suala. Növbəti sualda başlayırıq. Düzgün variantı seçirik. Jacks and Tom's mothers. Burada mağaza cəmdədirsə, hər iki tərəfdə yəli halı işlətməyimiz doğrudur. Yəni 1 doğrudur. Dedik ki, kökündən dəyişən isimlərin təki də, cəmi də həmişə apostrof S ilə düzəlir. My friends, burada friends cəmdədir. Mənim dostlarım. Dostlarım çoxdursa, bunun adı da çox olmalıdır. Yəni burada apostrof S apostrofda deyil, names olmalıydı. Səhvdir. Today'dir, yesterday'dir, today, yesterday, tonight, tomorrow. Bu zaman zərfləri bildirən sözlərimiz həmişə apostrof S ilə düzəlir. Today's news, bugünün xəbəri doğrudur. Yəni 1-4 D variantı doğrudur. Keçdik ikinci. Voice. Jack and Tom's voice. Jack və Tomun səsi. The manager's office. Yesterday's news. Scotland's rivers. Baxırıq burada voice. Voice səsdir. Səs Tom'sda səs elə bir şeydir ki, yəni mən burada apostrof S ikinci tərəfdə qoymaqla bu isimin şərikli olduğunu göstərirəm. Yəni buradakı bu səs həm Tom'sa, həm də Jack'a aiddir. Bu mümkün olası bir şey deyil. Bir səs
Tomun səsi ayrıdır, Jack'in səsi ayrıdır. Ona görə hər ikisinin özünün yiyəliyi olmalıdır. Olmadığına görə səhvdir. 2-də heç bir problem yoxdur. The manager's office, menecerin ofisi doğrudur. Heç bir problem yoxdur. Yuxarıda dedi yesterday'dir, today'dir, tonight'dir, tomorrow'dur. Bunlar həmişə apostrof s-lə düzəlir. Doğrudur. Scotland yer adıdır, şəhər adıdır. Bunlar cəmlənmir. Cəmlənmədiyinə görə s apostrof yox, apostrof s-dən istifadə edəcəyik. Yəni 2, 3 doğru variantımız Y variantıdır. Növbəti suala baxırıq. Aha, burada yenə eyni qaydan tails quyruq deməkdir. Ümumiyyətlə bədən üzvlərində hər birinin özünün yəli halı olmalıdır. Mice and cats tails, siçanların və pişiklərin quyruqları. Yəni burada verilmiş bu yəli hal, bu o deməkdir ki, buradakı quyruqlar şəriklidir. Pişiklərlə siçanların belə deyək də bir quyruqları var, şərikli işlədirlər ki, bədən üzvlərində qeyri-mümkündür. Ona görə hər İsmin ayrılıqda yəli halı olmalıdır. My parents, mənim house, mənim valideynlərimin evi, heç bir problem yoxdur. To özündən sonra cəm isim gətirir, s apostrof olmalıdır. 5, yəni rəqəmlər özlərindən sonra cəm isim gətirir. Cəm isim gətirdiyinə görə apostrof s-dən yox, s apostrofdan istifadə etməliyik. Ona görə də 4-cü doğrudur. 5 hours walk doğrudur. 2, 4 A variantı doğrudur. Geçdik digər suallarımıza. Digər suallarımızda yenə düzgün variantı seçək. Keçdik növbəti sualda. Növbəti sualda animal's tail. Animal həm apostrof s-lə, həm də s apostrof, yəni bir heyvanın və yaxud da heyvanların deyə bilərik. Amma heyvanların deyiriksə, burada artıq 2 və daha artıq çox heyvan var və bu zaman biz quyruq sözünü də cəmləşdirməliyik. Artıq 2 heyvan varsa, artıq 2 quyruq var. O cəmdirsə, o da cəmdə olmalıdır, bədən üzvüdür. Dedik ki, sheeps kökündən dəyişən ya da təki cəmi eyni olan isimlər həmişə apostrof s-lə düzəlir. Artiklı özündən sonra tək isim gətirir, tək isim apostrof s-lə düzəlir. 3 doğrudur. 4-də tomorrow-da dedik ki, bayaq apostrof s-lə düzəlir. 3, 4 doğru variant C variantı. 11-ci suala baxırıq. Rəqəmlər özlərindən sonra cəm isim gətirir. Cəm isim gətirirsə s apostrofla düzəldəcək. Yesterday sözü apostrof s-lə düzəlir. 4 özündən sonra cəm isim gətirir. Cəm isim s apostrofla. Kökündən dəyişən isimlər həmişə apostrof s-lə düzəlir. 3, 4 C variantı doğrudur. 12-ci sualda incorrect, yəni səhv olanı seçirik. Səhv olan elə burada A variantıdır. Nəyə görə A variantıdır? Çünki hair bədən üzvüdür. Yəni saç bədən üzvüdür. Dedik ki, əgər bədən üzvü varsa, hərənin özünün yəli halı olmalıdır. Harris and Jacob's hair olmalıdır. Hair sayıla bilməyən isim olduğuna görə cəm şəkilçisi qəbul etmir. Sunday's newspaper doğrudur. Moments artiklı tək isim gətirir. Apostrof s-lə verir. The ocean's waves, the sun's rays digərlərin hamısı doğrudur. A variantı burada səhvdir. Keçdik 13-cü suala baxırıq. 13-cü sualda cümlələrin tərkibində seçəcəyik biz. Deməli, burada 2 dənə apostrof var. Təbii ki, bu 2 apostrofdan biri yəli hal, digəri isə izin qısaldılmış formasıdır. Yəni, bunu götürürük. Sam'ın otağı, burada otaqdan sonraki is much more comfortable, daha rahatdır. My brothers, baxın, burada got varsa bu has got deməkdir. Ona görə 2-ni çıxırıq. Baxırıq, burada the nearest butcher doğrudur. Burada bu doğrudur. Yəni, yer bildirən qəssabçı mağazası. Burada shop sözü ixtisara düşür. Həmişə apostrof s-lə düzəlir. 4-ün səhvi nədədir? 4-ün səhvi nədədir? 4-ün səhvi bayaq dedik, names cəmdədirsə, nis hissdə cəmdə olmalıdır. Yəni, mənim bacım qızının adları deyə bilmərəm. Bacım qızının adı. Bacım qızlarının
adları şəklində olmalıdır. Burada apostrof S yox, S apostrof olmalıydı. Səhv oradan ibarətdir. 1, 3 doğru variant B variantıdır. Keçdik. Did you learn Bill's decision? Burada heç bir problem yoxdur. Bill'in qərarını öyrəndin. The students answer. Bu this özündən sonra təksim gətirir. Apostrof S ilə düzəltməyi doğrudur. Nelly bought. Burada verb 3 gəlibsə has bought present perfect göstərir. Her aunt's A artiklı gəlibsə bu isin qısaldılmış formasıdır. Yəni her aunt is a dog da şəklindədir. Yəni orada yəli hal deyil. 1, 2 doğru variant D variantıdır. Keçdik 15-ci suala. 15-ci dedik Atsis Bakeries çörəkçidə deməkdir. Yəni bunlar həmişə yer bildirənlər həmişə apostrof S ilə düzəlir. My friends burada living başlayanda demişdim ing-li düzələn fiillər burada isin qısaldılmışıdır. Present continuous'un göstəricisidir. Takes a child to the children's playground. Children's apostrof S ilə düzəlib. Doğrudur. She is. Ümumiyyətlə yadınızda saxlayın ki she is, he is, it is. Bunların heç birisi what's, where is, bunların heç birisi yəli hal deyil. Bunlar ya izin ya da həzin qısaldılmış formasıdır. He is, daha doğrusu burada she is, he is, it's. Bunlar hamısı izin qısaldılmış formasıdır. Let's, bunlar yəli hal, let us deməkdir. Yəli hal göstəricisi deyil. Who is, where is, what's, bunlar hamısı izin qısaldılmış formasıdır. Bunlarda birbaşa olaraq yəli hal olmayacaq, çıxacaq. Yəni burada 1 ilə 3 doğru variant oldu. O da 1-3 B variantı düzgündür. Keçdik növbəti suallarımıza. 16-cı sualda yenə eyni qayda ilə tapırıq. Düzgün variantı at her aunt's. Burada gildə şəkilçisini verir. Xalası gildə deməkdir. I usually read David's adam adları həmişə apostrof S ilə düzəlir. Yəni 1, 2 doğrudur. Got varsa dedik bu has got deməkdir. Bayaq da qeyd elədik ki bu yəli hal sayılmır. 1, 2 Y variantı doğru variantdır. 17-ci suala baxırıq. Qeyd etdik he-sdir, she-sdir, what's-dir. Bunlar yəli hal sayılmır. Amma belə deyim də bu tipdə olanda başdan görüb variantı çıxmayın. Çünki cümlənin sonlarına doğru başqa bir apostrof S ola bilər. Ona görə cümləni axıra qədər gedin. What did you find in the boys' bags? Baxın burada boys' bags oğlanların çantası, heç bir problem yoxdur. Got varsa dedik bu has got'un qısaldılmış formasıdır. George's marks are good. Burada George'un qiymətləri are varsa bu cümləmdə are varsa burada verilmiş apostrof S is ya da has ola bilməz. Çünki bir sadə cümlədə ya bir dənə are olar, ya bir is, has, can ya da fiilin özü ola bilər. Are varsa deməli buradakı izin qısaldılmış formasıdır. Düzgün formada verilibsə deməli doğrudur. 2, 4 doğru variant B variantıdır. 18-ci suala baxırıq. Paul is ill. Baxın özündən sonra sifət gətirirsə bu izin qısaldılmışıdır. Paul's ill, yəni Paul xəstədir. He doesn't go to school. Burada yəli hal yoxdur. Maria's hair, baxın burada was var. Was varsa Maria'nın saçı 2, yəni yəli haldır. İz ola bilməz, nə də has ola bilməz orada. Got varsa dedik ki bu yəli hal sayılmır. Bəxtiyar Vahabzadə apostrof S verilməyi doğrudur. 4 düzdür. 1, 2, 4 A variantı doğrudur. Keçək növbəti suallarımıza. 19-cu suala baxırıq. 19-cu sualda don't look at your classmates' copybooks. Heç bir problem yoxdur. Sinif yoldaşlarının dəftəri doğrudur. The children's dedik ki bunlar apostrof S ilə düzəlir. To the nearest comes həmişə apostrof S ilə düzəlir.
kökündən dəyişən isimlər həmişə apostrof S ilə düzəlir. 1-3 doğru variant B variantıdır. Özündən sonra ing-li feil gəlirsə, bu izin qısaldılmışı davam edici zamanını göstərir. Our teacher told us mice kökündən dəyişən isimdir. Apostrof S ilə düzəlir, səhvdir. John's and Rick's eyes bədən üzvüdür. Ona görə hər iki tərəfdə verilməyi doğrudur. Tom's father works. Bəli, burada da Tom'un atası işləyir deyir. Doğrudur. 3-4 doğru variant. D variantı. 21-ci suala baxırıq. Did you see the police? Həmişə cəm olan isimdir. Cəm olan isimlər apostrof S ilə düzəldirik. Yəni burada S apostrof yox, apostrof S olmalıdır. The editor in chief doğrudur. Yəni biz bunu ismin cəmləşməsində belə bir sual var idi. Orada qeyd etmişdim ki, defislə yazılan mürəkkəb isimlərin cəm şəkilçisi birinci tərəfi, yəni bura cəm şəkilçisini, yəli halı isə ikinci tərəfdə olur. 2 doğrudur. The girls sandwich were 3-də də heç bir problem yoxdur. Qızların deyir. Today'dir, tomorrow'dur. Bunlar dedik ki, həmişə apostrof S ilə düzəlir. 2-3 Y variantı doğrudur. Növbəti suala baxırıq. Emily is 15 years old. Burada Emily is 15 years old'dur. Yəni Emily'nin 15 yaşı var. Burada yəli hal yoxdur. I saw the waitress. Bəli, burada 2 doğrudur. Yəni qoşa S ilə bitir, sözün özüdür. Apostrof S qoyuruq. Burada da heç bir problem yoxdur. David and Sam's parents lives in Canada. Burada hər iki tərəfdə yəli hal varsa, isim burada cəmdə olmalıdır. Çünki hərəsinin özünün ayrı-ayrı valideyni var. Demək ki, burada valideyn çoxdur, cəmdir. Three özündən sonra cəm isim gətirir. Cəm isim S apostrofla düzəlibdir. 4 doğrudur. 2-4 C variantı doğrudur. Növbəti suallarımıza baxırıq. 23-cü sual. Peter's cousin, Peter'ın əmisi uşağı doğrudur. Heç bir problem yoxdur. Decided, burada artıq verb 3 feil varsa bu həzin qısaldılmış formasıdır. Dedik ki, who is there, what's there, where is there, bunlar yəli hal sayılmır. Yəni çıxırıq. Üçüncüdə three özündən sonra cəm isim gətirir. Cəm isimlər isə apostrofla düzəlir. 4 doğrudur. 1-4 A variantı doğrudur. 24-cü suala baxırıq. We shall not forget today's event doğrudur. Heç bir problem yoxdur. 1 doğrudur. Christopher's noun verb 3 gəlibsə bu yəli hal sayılmır. John came from the bakeries. Bu apostrof S-lə düzəlir. Doğru deyil. To özündən sonra cəm isim gətirir. Cəm isim də S apostrofla düzəlirsə doğrudur. Yəni 1-4 doğru variantı C variantıdır. Keçdik növbəti suala. Növbəti sualımız 25-ci sual. Deməli, burada Jack and Jill's mothers cəmdə verilibsə, deməli, burada Jack'in 2 dənə ana var. 2 dənə ana varsa, hər iki tərəfdə yəli hal olmalıdır. Yəni, 1 səhvdir. Let him stay at his uncle's gildə şəkilçisini verəndə apostrof S-dən istifadə edirik. 2 doğrudur. The Clinton's gardens, burada baxırıq Z artiklı gəlirsə, özündən sonra soyadlarda S apostrofdan istifadə eləyəcək, yəni 3 səhvdir. They spent a week, E artikl özündən sonra tək isimdə apostrof S-i gətirir. Doğrudur, yəni 2-4 doğru variant D variantıdır. 26-cı suala baxırıq. My neighbor's cats, mənim qonşumun pişikləri, heç bir problem yoxdur burada. Got varsa dedik, yəli hal deyil. Boys reply, heç bir problem yoxdur burada. Burada da dedik ki, boys reply, heç bir problem yoxdur. ING-li feil gəlirsə bu is going deməkdir. Davam edici zamanı göstərir. Səhvdir. 3 isə doğru idi. 1-3 doğru variant B variantıdır. Keçdik növbəti suala.
Dedik ki the article adların, soyadların qarşısında gəlirsə biz bunu soyad olaraq götürüb S apostrofdan istifadə edirik. Yəni bir də heç bir problem yoxdur. Z sözündən sonra tək isim gətir. Burada dedik ki ing-li feil gəlirsə və cümləmdə başqa bir hərəkət bildirən söz yoxdursa biz bunu davam edici zaman olaraq götürürük. Ona görə this man is going deməkdir. Five özündən sonra cəmsim gətirir. Cəmsim bəli burada S apostrofdan istifadə edirik. Doğrudur. Got varsa dedik ki bu has gotun qısaldılmış formasıdır. Səhvdir. Düzgün variant 1, 3 A variantı. Keçdik növbəti suala. Been burada has been deməkdir. Keçdik. These singers all awards are. Are varsa deməli bu is ola bilməz. This sözündən sonra tək isim gətirir. Tək isim gətirdiyinə görə apostrof S-dən istifadə edib. Doğrudur. The captain's answer. Kapitanın cavabı doğrudur. Heç bir problem yoxdur. This lesson very dedik varsa verydir, to'dur, yəli əvəzlikləridir. Bunlar gəlirsə got varsa, verbiage, verbing varsa bunlar yəli hal sayılmır. 2, 3 doğru variant Y variantıdır. Keçdik növbəti suala. Növbəti sualda yenə Tom's coming from Paris tomorrow. Burada ing-li feil və cümləmdə başqa bir feil yoxdursa, deməli bu davam edici zamanın göstəricisidir, yəni səhvdir. My mother's advice is var. Burada doğru formada verilibdir. Is ola bilməz. Nə də has ola bilməz. Ona görə 2 doğrudur. I shall go to the dentist. Bunlar dedik ki, həmişə apostrof S-lə bildirir. İstifadə olunur. Səhvdir. His friend's father, dostunun atası. Doğru. Bir dəqiqə. Bu səhvdir. Dostunun atası doğrudur. 2, 4 doğru variant D variantıdır. 30-cu suala baxırıq. Mr. Taylor's good news surprised us. Baxın, burada surprise təəccübləndirdi. Bir feilim var. Feil varsa, yəni bu iz ola bilməz. Mr. Taylor'ın yaxşı xəbəri bizi təəccübləndirdi deyir. Bir doğrudur, heç bir problem yoxdur. Got varsa dedik bu yəli haldır. At the baker's burada soyad kimi götürüb böyük hərflə yazılıb. Ona görə biz bunu soyad kimi götürürük. Qarşında the article varsa S apostrofdan istifadə edirik. Doğrudur. My father advised. Baxın, burada advised verb 3'dür. Verb 3'dürsə deməli bu has'in qısaldılmış formasıdır. 1, 3 doğru variant B variantıdır. Keçdik növbəti suallara. Növbəti sualda yenə cümlələr daxilində seçəcəyik. The waiters attention. Burada heç bir problem yoxdur. Ofisantın diqqətini çəkməyə çalışdır. Jack's held verb 3'dür. Verb 3'dürsə bu yəli hal sayılmır. As a child's. Burada S, yəni isim olmalıdır. İsim ixtisarı. Her skin is as soft as a child's skin sözü burada belə deyək də ixtisara düşüb. Uşağın dərisi kimi yumuşaqdır deyir. Doğrudur, heç bir problem yoxdur. Dedik ki it is'dir, he is'dir, she is'dir. Bunlar isə yəli hal sayılmır. Yəni 1, 3 doğru variant D variantıdır. Növbəti 32-ci suala baxırıq. V var. V varsa deməli bu is ola bilməz, has ola bilməz. Paintings rəsim deməkdir. Robinin rəsimləri heyrətamiz idi. Bir doğrudur. She took the child's temperature. Child apostrof S-lə düzəlməsi doğrudur. The article apostrof S yox, S apostrofla düzəlir. Bu səhvdir. Burada da won verb 3 sayılır. Has won olduğuna görə səhvdir. Yəni 1, 2 A variantı doğrudur. Növbəti suala, 30-cu suala baxırıq. The roads 10 meters in
which. Burada baxın cümləmə tutaq ki, deyək ki, bunu yəli hal kimi götürsək, cümləmdə başqa hərəkət bildirən, yəni xəbər yoxdur. Xəbər yoxdursa, deməli burada izin qısaldılmış formasıdır, yəni səhvdir. I borrowed Selcan's lecture. Bəli, burada heç bir problem yoxdur. Selcanın məruzə qeydlərini götürdüm deyir. I like Shakespeare adam adları cəmlənmir. Apostrof S-lə düzəldəcəyik. Səhvdir. Bu buradan səhvdir. The Prime Minister speech. Bəli, bu isə doğrudur. Heç bir problem yoxdur. 2, 4 doğru variant Y variantıdır. 34-cü suala baxırıq. The child's cry broke. The child's cry doğrudur. Heç bir problem yoxdur. Grocers, bakers, bunlar dedik ki apostrof S-lə yer bildirənlər apostrof S-lə düzəlir. They couldn't save that. That özündən sonra təksim gətirir. Təksim gətirirsə apostrof S olmalıdır. S apostrof olmamalıdır. Is about the author's childhood. Burada da heç bir problem yoxdur. 4 doğrudur. 1, 4 doğru variantımız C variantıdır. Növbəti suallara baxaq. Yesterday, bəli, yesterdays dedik ki, bunlar həmişə apostrof S-lə düzəlir. Apostrof S-lə düzəlirsə doğrudur. Children's deyə S apostrofla düzəlmir. Həmişə apostrof S-lə düzəlir. Səhvdir. This özündən sonra təksim gətirir. Təksim apostrof S-lə düzəlir. Doğrudur. There is, there. Aha, burada Z article özündən sonra S apostrofu soyadlarda, yalnız soyadlara aiddir bu. Digər heç bir sözdə Z article-ının yəni S apostrofla işlətmirik. Z article gələndən sonra soyad, ad ya da soyad verilirsə biz bunu soyad şəklində götürürük. Ona görə S apostrof verəcəyik. Apostrof S-lə verilməsi səhvdir. 1, 3 doğru variant Y variantıdır. 36-cı sualda made verb 3'dür. O da has made, Tom has made deməkdir. John works at the nearest bakery. Doğrudur. Dedi ki, bunlar yer bildirənlər apostrof S-lə düzəlir. They tried to test Henry adam adı apostrof S-lə düzəltməyi doğrudur. 2, 3 doğru oldu. Helen's and Jane's dresses olmalıydı. Hər ikisində yəli hal varsa verilmiş buradakı isim cəmdə olmalıydı. Yəni dresses olmalıydı. Səhvdir. 2, 3 doğru variant Y variantıdır. Növbəti suallara baxaq. Növbəti sualımız 37-ci sual. 37-ci sualda my friends lived. Burada lived verb 3'ü göstərir. Bu isə has lived deməkdir. Yəni 1 səhvdir. Monday's paper 2 doğrudur. Bazar ertəsinin newspaper sözü paper qəzet deməkdir burada. Do we still have bizim deyir hələ də qalıbdır. Yəni bazar ertəsinin qəzeti hələ də var. 2-də heç bir problem yoxdur. 2 doğrudur. Let's dedik bu yəli hal sayılmır. Let us açıqlaması bu formadadır. Aha, burada 2 dənə yəli hal var. Burada bu birinci tərəf yəli hal deyil, amma ikinci tərəf yəli haldır. Yəni Jennifer is the manager's niece. Menagerin bacısı qızıdır deməkdir. Yəni buradakı bu birinci tərəfdəki yəli hal deyil, amma ikinci tərəfdəki doğrudur. Yəni 2, 4 doğru variantı C variantıdır. 38-ci suala baxırıq. ING-li feil gəlirsə bu yəli hal deyil. Students answer şagirdlərin cavabları doğrudur. Told verb 3 gəlibsə has told deməkdir. Yəli hal deyil. The sun's rays günəşin şüaları günəşdir, yerdir. Sun, moon, earth bunlar həmişə apostrof S-lə düzəlir. Çünki dünyada tək olan isimdir. Cəmləşdirməyəcəyik. 2, 4 doğru variant A variantıdır. Sonra keçdik 39-cu suala. Jane students, Jane'in şagirdləri, tələbələri doğrudur. Heç bir problem yoxdur. Burada dedik ki, defislə yazılan mürəkkəb isimlərin yəli halı cəmlənmə birinci tərəfdə olur, yəli halı ikinci tərəfdə olub, yəli halı ikinci tərəfdə verib doğrudur. Heç bir problem yoxdur. Mark Twain's
burada baxın dedik ki article gələrsə bu izin qısaldılmış formasıdır. ING-li feil gələrsə izin qısaldılmış formasıdır. 1-2 D variantı doğrudur. Növbəti sualımıza baxırıq. 40-cı sual. Paul's relatives live. Paul'un qohumları doğrudur, heç bir problem yoxdur. My partners eager. Baxın bu bir ifadədir. To be eager to nəyisə həddindən artıq çox istəmək deməkdir. Burada yəni to be deyirəmsə, təbii ki burada izin qısaldılmış forması olacaq. Səhvdir. To be eager to be keen on. Bu tip belə deyək də to be'li feillər, to be'li sifətlər daha doğrusu nədir? Yəli hal sayılmır çünki izin qısaldılmış formasıdır. Britain's weather is very changeable. Britaniyanın havası heç bir problem yoxdur, doğrudur. Our got varsa burada artıq has got'un qısaldılmış formasıdır. Düzgün variantımız 1-3 B variantı doğru variantdır. Növbəti suala baxırıq. What's the matter? Dedik ki what's'dır, who is'dir. Bunlar yəli hal sayılmır. Yuxarıki suallarda artıq bunu qeyd eləmişdik ki defisdə yazılan cəm isimlər yəli hal ikinci tərəfdə verilir. Cəmlənmə isə birinci tərəfdə olmalıdır. Bu səhvdir. It's either George and Anne's car. Burada burada nə var? Burada hər iki tərəfdə yəli hal varsa cars cəmdə olmalıdır. To the hairdressers after lunch dedik ki hairdressers bərbərdir, yer bildirənlər apostrof s ilə düzəldilir, doğrudur. Düzgün variantımız. Burada bir gözümdən qaçan bir şey var. Bir dəqiqə onu qeyd eləyim sizə. Demək burada either George or Anne's car. Biz cümlənin əvvəlindən bu tərəfdən doğru baxdım deyinə səhv dəyərləndirdim. It is either George, bu deyir nə George'un nə də Anne'in maşınıdır. Yəni 3-də heç bir problem yoxdur. Əgər belə deyək də bu George and cars olsaydı, feil bundan sonra gəlmiş olsaydı, bəli səhv olardı. Mən cümlənin əvvəlinə deyil, sonrasına diqqət yetirdim. Üzürlü sayın. 4-də dedik ki hairdressers doğrudur. Yəni 3-4 doğru variantımız Y variantı oldu. 42-ci suala baxırıq. Children's dedik ki, həmişə apostrof S ilə düzəlir. His wife's absence, burada heç bir problem yoxdur. Həyat yoldaşının yoxluğunu həyat yoldaşının yoxluğunda o yeməkləri edir. Today's dedik ki today'dir, yesterday'dir. Bunlar həmişə apostrof S ilə düzəlir. 4-3 doğrudur. 2-3 doğru oldu. 4-də isə Z artiklı gələrsə apostrof S ilə düzəldəcək. 3-4 B variantı doğrudur. Növbəti suallara baxaq. 43-cü suala baxırıq. 43-cü sualda yenə cümlələrin daxilində seçirik. Burada he didn't answer the reporter's question. Heç bir problem yoxdur. Bir də baxın yuxarıda qeyd eləmişdim. To be interested in'dir. Yəni burada to be'dir. To be olduğuna görə izin qısaldılmış formasıdır. Marilyn's leading 2 səhvdir. Leading yəni ing-li feil gəlirsə bu yəli hal deyil. Bir dəqiqə, burada bir də diqqətli olar. Deməli, nəyə diqqət eləyəcəyik? Marilyn's leading role made her famous. Yuxarıda qulaq astısa, dedik ki, ing-li feil gəlib və özündən sonra başqa bir feil yoxdursa, bu izin qısaldılmış formasıdır. Amma burada artıq biz onu deyə bilməyəcəyik. Burada onu deyə bilmirik. Nəyə görə? Çünki mənim əsas feilim cümlədə made etmək deməkdir. Made her famous, onu məşhur etdi. Burada isə biz bunu isim kimi götürürük. Marilyn's leading roles, Marilyn'in yəni öndə gedən
rolları onu məşhur etdi. Burada gerunddur. Gerundda bilirik ki, isim rolunda istifadə oluna bilər. Yəni bu yəli hal nədir? Gerund yəli haldan sonra gələ bilir. Yəni burada başqa bir feilimiz varsa, deməli buradakı leading gerunddur və yəli haldan sonra gəlirsə, deməli apostrof s burada nədir? Yəli haldır. Yəni 3 doğrudur. 3 doğrudur burada. 3'ü götürdük. 4'də to be fond of nəyisə həddindən çox istəmək deməkdir. Bu yəli hal deyil. 4 səhvdir. Bir də 1'i demişdik. Doğrudur. 1, 3 B variantı doğrudur. Növbəti suallara baxırıq. Növbəti sualımız The Earth's atmosphere keeps us warm. Earth yer kürəsidir. Apostrof S-lə düzəlir. Tək isimdir. Charles birthday. Charles adam adının özü olduğuna görə sözün sonu S-lə bitdiyinə görə yəni burada belə deyək də, əgər adam adları S-lə bitirsə, yəni adın özü S-lə bitirsə, biz bunu apostrof S-lə də, S apostrofla da düzəldə bilərik. Yəni Charles sözünün adın özü S-lə bitir. Buna mən, yəni burada apostrofu qoymağım da doğrudur. Apostrof S işlətməyim doğrudur. Yəni bu şəkildə də işlətməyim doğrudur. Apostrof S-lə də işlətməyim doğrudur. Yəni 1, 2 doğru variantdır. 3, 4'ün səhvi nədəndir? This özündən sonra tək isim gətirir. Tək isim gətirirsə apostrof S-lə düzəldəcəyik. Dedik ki, yəli hal özündən sonra Z, E, N artiklını işlətməz. 1, 2 doğru variant Y variantıdır. Növbəti suala baxaq. Növbəti sualımız Right, today's dedik ki, today, yesterday bunlar apostrof S-lə düzəlir. S apostrofla düzəlmir. Maria absolutely right in this issue. Burada Maria is absolutely, çünki absolutely nə deməkdir? Zərfdir. Zərfdirsə, yəni yəli haldan sonra zərfin nə işi var? Çıxdıq. They live in the center of the city. Baxın, biz bayaqdan burada apostrof S apostrofu axtarırıq. Amma unutmayaq ki, of da yəli haldır. Yəni the center of the city şəhərin mərkəzi deməkdir. Bu özü də elə yəli haldır. Bizə deyir ki, doğru yəli halı seç. Biz də ona görə seçirik onu. Yəni doğrudur. She noted the teacher's number. O müəllimin qeydlərini götürdü. Yəni 3, 4 doğru variantımız olacaq. Burada teacher's number doğrudur. 3, 4 C variantı doğru oldu. Keçdik 46-cı suala. That boxer's arrival made us. Burada made sözü var, yəni feilim var. Bu is ya da has ola bilməz. Doğrudur. Zət özündən sonra tək isim gətirir. Tək isimlər də apostrof S-lə düzəlir. Bu that isin qısaldılmış formasıdır. Yəni bunlar yəli hal sayılmır. This girl's dream bu 3 doğrudur. Çünki this özündən sonra tək isim gətirir. Apostrof S işlətməyimiz doğrudur. Amma baxın burada those verib. Those nədir? Cəmsim gətirir. Cəmsim isə S apostrofla işlənir. Deməli 4 səhvdir. 1, 3 doğru variantımız B variantıdır. Keçdik 47-ci suala. 47-ci sualda isə This is neither my brothers nor my sisters. Bu nə mənim bacımındır, nə də qardaşımın ki, burada heç bir problem yoxdur. Maria's life, Maria'nın həyatı doğrudur. Let's dedik ki, yəli hal sayılmır. Jones decided verb 3 gəlibsə, bu həzin qısaldılmış formasıdır. 1, 2 C variantı doğru variantımız oldu. Article gəlibsə bu yəli hal deyil. İkisində bir dəqiqə burada baxın cümləmizin sonunda a friend of my brothers, baxın bu yəli hal burada var. Doğrudur. Birinci tərəf deyil, ikinci tərəfdə yəli halımız var. Ona görə götürürük. Williams cut verb 3 sayılır burada.
has cut deməkdir. Couldn't see the children's parents. Children's apostrof S-lə düzəlib doğrudur. Yəni 2, 4 doğru variant A variantıdır. Növbəti sualımıza baxaq. Sual formatları hamısı eynidir. Ona görə eyni sözləri təkrar deməmək üçün üstündən keçirəm. My grandpa's attitudes are babamın münasibəti. Bir də heç bir problem yoxdur. Babamın münasibəti doğrudur. Jane was a farmer is in a chems. Burada bu tərəf biraz yaxşı düşməyib. Ona görə in a chems burada apostrof S-lə düzəlməsi doğrudur. Yer bildirən adlar chems aptek deməkdir. Aptekdə dediyimizə görə orada doğrudur. David has got deməkdir. Got varsa yəli hal deyil. Let's də dedik ki got varsa let's də yəli hal sayılmır. Yəni 1-2 doğru variant D variantıdır. Növbəti sualımıza baxaq. Biraz böyüdək ki daha yaxşı görək. Növbəti sualımız Patrick seen Star Wars several times. Has seen 3-cü formadır. Has seen deməkdir. Sarah tried to get the teacher's attention. Müəllimin diqqətini cəlb etməyə çalışdı. Heç bir problem yoxdur. About Helen's visit. Visit həm bilirik ki feil kimi işlədir, həm də isim kimi işlənə bilər. Told burada mənim əsas feilim olduğuna görə visiti burada isim kimi götürürəm. Alan'ın ziyarəti. Washington'a ziyarət haqqında danışdı. 3 doğrudur. Heç bir problem yoxdur. Has got dedik ki yəli hal deyil. Yəni 2-3 doğru variantımız B variantıdır. 51-ci suala baxırıq. Elə woman'sı buradan çıxaq. Çünki apostrof S-lə düzəlir. Kökündən dəyişən isimlər 2 doğrudur. At her brother's gildə şəkilçisi kimi qardaşı gildə qalacaq deyir. Zət özündən sonra tək isim gətirir. Tək isim apostrof S-lə düzəlir. Doğrudur. To the bakers bunlar dedik ki yer bildirənlər həmişə apostrof S-lə düzəlir. Yəni apostrof S apostrofun işlənməsi səhvdir. Düzgün variantımız 2-3 C variantı doğru variantdır. Növbəti sualımıza baxırıq. 52-ci sual. 52-ci sualda the dogs has eaten the gooses burada kökündən dəyişən isimdir. Apostrof S-lə düzəlir, səhvdir. As a sensitive as child's uşağın yenə burada skin sözü child skin sözü ixtisar olunubdur. 2 doğrudur. Özündən sonra tək isim gətirir. Tək isim apostrof S-lə düzəlir. My parents valideynlərimin yataq otağı burada doğrudur. Heç bir problem yoxdur. 2-4 doğru variant Y variantı. 53-cü suala baxırıq. Burada artıq iz var. Albert'in əl yazısıdır. Heç bir problem yoxdur. Martha will stay at her aunt's doğrudur. Xalası gildə qalacaq bugün. Barrett, Samuels adam adları apostrof S-lə düzəlir. Qarşısında Z artiklı olarsa biz bunu S apostrofa çevirə bilərik. Yoxdursa adam adları tək bir adamın adı olduğuna görə apostrof S-lə düzəlir. 3 səhvdir. 4-də kökündən dəyişən isimlər apostrof S-lə düzəlir. 1-2 A variantı doğrudur. This is the debut office. Baxırıq burada nəyə? Burada heç bir problem yoxdur. We appreciate our soldiers' bravery. Əskərlərimizin cəsurluğu, heç bir problem yoxdur. Bir dəqiqə burada nəyinsə burada A1-də səhv nədən ibarətdir? Bu isimin cəmləşməsi mövzusundan bilirik ki, isimin cəmləşməsi mövzusunda sonu Y hərfi ilə bitənlərin qarşısında samit səs varsa, bu i-yə çevrilib, sonra i-yə artıracaq. Burada yəni cəmləşmə doğru aparılmayıb burada. Səhv olan budur. Yəni səhvdirsə deməli səhvdir bu. 2 doğrudur. 3-ə baxırıq. Was bu iz özündən sonra tək isim gətirir. Tək isim apostrof S-lə düzəlir. Doğrudur. The Smiths and the Whites car. Baxın burada Z artiklı hər ikisində var. Apostrof hər ikisində varsa car
cəmdə olmalıdır. Yəni Smith ailəsi ayrıdır, Whites ailəsi ayrıdırsa, deməli hərəsinin öz maşını var, hərəsinin öz maşını varsa, deməli burada artıq 2 maşın var. 2 maşın varsa, deməli cəmdə işlətməliyəm. Doğru, cars cəmdə olmalıdır. Olmadığına görə 4-ü də çıxdıq. Düzgün variantımız 2-3 B variantı doğru variantdır. Növbəti suallarımıza baxaq. Növbəti sualımız 65-ci sual, 55-ci sual. 55-ci sualda yenə dedik ki, yer bildirənlər apostrof S ilə düzəlir. A-nı çıxdıq. There was a windy. Windy sifətdir. Yəli hal özündən sonra sifət gətirmir. Sifət sonra da isim gətirə bilər. Yəni sifət gətirib dayana bilməz. B-ni çıxdıq. Her. Burada ümumiyyətlə bu apostrof deyil. Ya S apostrof ya da ki apostrof S olmalıdır. Yəni bir apostrofu qoyub dayanmaq düzgün deyil. C-ni də çıxdıq buradan. These özündən sonra cəmsim gətirir. Cəmsim gətirirsə S apostrof doğrudur. D-ni götürdük. The girls burada ing-li feil gəlir və cümləndə başqa bir feil yoxdursa, bu davam edici zamanın göstəricisidir. Yəni is'in qısaldılmış formasıdır. This is Henry's and William's fingerprint barmaq izi deməkdir. Bu barmaq izi varsa hər iki tərəfdə yəli halı olmalıdır. Çünki bir barmaq izi 2 nəfərə aid ola bilməz. The child sat on his mother'sini. Uşaq öz analarının dizinin üstündə oturdu deyə bilmərik. Mothers yəni apostrof S olmalıdır. Let's dedi yəli hal deyil. The boys talking deyiriksə burada baxın is var. The boys talking is so fast. Oğlanın danışığı. Talking burada gerunddur. Deməli gerund yəli haldan sonra gəlir. The boys burada apostrof S yəli halı göstərir. That's enough. That's ümumiyyətlə yəli hal sayılmır. Düzgün variant D variantı oldu. Dedik ki, belə bir yəli forması yoxdur. Ya apostrof S ya da S apostrof şəklində olur. Those özündən sonra cəmsim gətirir. Cəmsim S apostrofla işlənir. What's, who is, where's bunlar ümumiyyətlə yəli hal deyil. Mark's younger than my brother. Baxın, burada tutaq ki, mən bunu younger nə deməkdir? Gənc deməkdir. Yəli hal özündən sonra sifət gətirib dayana bilməz. Yəni bu sifətdən sonra mənim burada bir isimə ehtiyacım var. İsim yoxdursa bu yəli hal sayıla bilməz. The tiger's home burada is var. Yəni bu is yəli hal kimi düzgün verilibsə, bəli, yəli hal kimi götürə bilərəm. Doğru variant Y variantı oldu. Keçdik növbəti suala. 58-ci sual. 58-ci sualda weddings on the yenə burada mən bunu yəli hal özündən sonra ümumiyyətlə söz önü gətirir. Yəli əvəzliyi artikel gətirirsə bu yəli hal sayıla bilməz. Verb 3 gəlibdir. Burada verb 3 gəlibdir. Amma verb 3-dən sonra hand gəlib və bir was'um var. Yəni cümləmin əsas feili was recovered olduğuna görə mən burada broken sözünü participle to kimi, yəni feili sifət. Her father's broken hand. Onun atasının sınmış əli sağalırdı deyir. Burada feilimiz deməli B variantı səhvdir. Yəni broken burada feili sifətdir. Feili sifətdirsə deməli bu özündən apostrof S yəli haldır. Həzin qısaldılmış forması deyil. Adam adları apostrof S ilə düzəldilmir. Daha doğrusu S apostrofla düzəldilmir. Adam adları cəmlənmir. Got varsa dedik ki, bu yəli hal sayılmır. The winds burada da ing-li feil gəlibsə, deməli izin qısaldılmış formasıdır. Ing-li feil gəlirsə, yəni bu davam edici zamanın qısaldılmış forması kimi götürürük. Burada bu izi baxıram cümləmdə başqa bir feil yoxdursa, deməli bu davam edici zaman kimi götürə bilərəm. Yox, başqa bir feil varsa bunu yəli haldan sonra gələn gerund kimi götürüb cümləni düzgün, yəni yəli hal cümləsi kimi götürə bilərik. Y də səhvdir. Düzgün variant burada B variantı oldu.
B variantı doğrudur. 59-cu suala baxırıq. His brothers lost his job. Lost burada verb 3'dür. Baxın, yuxarıda dedi has lost his job. İşini itiribdir. Cümləmdə başqa bir fiil yoxdursa, mən bunu itirilmiş kimi tərcümə eləyə bilmərəm. İtiribdir kimi götürürəm. A variantını çıxdıq. Tears crying frightened them. Baxın, yuxarıda dedi. Crying ing-li fiil gəlib və cümləmdə başqa bir fiil qorxutdu onları varsa, bu gerunddur. Gerund da yəli haldan sonra gəlir. Yəni B variantı doğrudur. They will attend. These özündən sonra tək isim gətirir. Tək isimlər apostrof S-lə düzəlir. Burada S apostrof verib səhvdir. The companies build a new building. Baxın, burada company build şirkət tikibdir. A new building cümləmdə başqa bir fiil yoxdursa, deməli burada has'in qısaldılmış formasıdır. Build-dir verb 3'dür. D variantı səhvdir. Both Sean and Tom's hair. Bədən üzvləri varsa, bədən üzvlərində hər iki tərəfdə apostrof S olmalıdır. Olmadığına görə səhvdir. Y variantı. Düzgün variantımız B variantı oldu. 60-cı suala baxıram. 60-cı sual it is Tom's. Bu Tomunkudur deyə bilərik. Yəni A variantını burada doğru götürə bilərik. Cümləmizin bu hissəsindəki özündən sonra tək isim gətirir. Tək isim gətirirsə apostrof S-lə düzəldirik. Baxın, burada John bought a new car this week. Özündən sonra verb 3 gəlir və cümləmdə başqa bir fiil yoxdursa, has'in qısaldılmış formasıdır. Let's dedi yəli hala girmir. Answer it. Baxın, answer it. Özündən sonra başqa bir fiil gəlməyibsə, deməli burada has'in qısaldılmış formasıdır. Düzgün variantımız burada A variantı oldu. 61-ci suala baxırıq. 61-ci sualda the witness story wasn't. Witness, burada ümumiyyətlə belə bir formamız yoxdur. Ya apostrof S ya da S apostrof witness, yəni özü, sözün özü double S ilə bitir. Bunu biz apostrof S ya da ki S apostrof ya cəmləşdirəcəyik, ya da ki yanında bir daha S olmalıdır. Yəni A variantı səhvdir. Kökündən dəyişən isimlər həmişə apostrof S ilə düzəlir. Men's, theirs bunlar səhvdir. The boys, all toys. Burada D variantı ilə doğru variantdır. Burada isə to be afraid of'dur. To be varsa, yəni izin qısaldılmış variantıdır. D variantı doğru variantdır. Keçdik növbəti sualımıza. Növbəti sualımızda da yenə baxın, burada verb 3 gəlibsə və başqa bir cümləmdə fiil yoxdursa, bu has'in qısaldılmış formasıdır. Burada my father's reading today's newspaper, bu davam edici zamanını göstərdi, amma today's newspaper bu yəli haldır. Yəni düzgün variant B variantıdır. Agatha Christie özündən sonra article gəlirsə deyil. Baku is situated, to be situated on bu ifadədir. Ona görə biz bunu is yəli hal kimi deyil, izin qısaldılmış forması kimi veririk. Planted verb 3 gəlibsə, bu has'in qısaldılmış formasıdır. Cümləmdə başqa bir fiil yoxdursa, başqa bir fiil olmadığına görə has'in qısaldılmış formasıdır. B variantı doğru variantdır. Növbəti sualımız the teachers explaining. Burada is explaining'dir. Cümləmdə başqa fiil yoxdursa, ing-li fiil davam edici zamanın göstəricisi kimi götürürük. The house is cleaned verb 3 gəlibsə, deməli bu yəli hal deyil. Cümləmdə başqa bir fiil yoxdursa, I saw my friends at the dentist dedik. Bunlar həmişə apostrof S ilə düzəlir. Səhvdir. Jane is a friend of his aunt's. Bəli, a friend of aunt's bu yəli haldır. Doğrudur. The bird's wing was. Burada səhv olan yerdəki səhv nədir? Birds cəmdədir. Qanad təkdədir. Yəni quşlar deyirəmsə, hər quşda bir qanad belə götürsəm, burada qanad cəmdə olmalıdır. Ona görə Y variantı da səhvdir. Düzgün variantımız elə D variantı olacaq. What's dedi, who is'dir, what's'dir, bunlar yəli hal deyil. To be fond of'dur, yəni izin qısaldılmış formasıdır. Səhvdir B variantı. Baxın, hər belə test çıxanda deyirəm,
Əgər cümləmdə başqa bir feil yoxdursa, bu davam edici zaman kimi götürürəm. Amma cümləmdə baxın made feili var. Made feili varsa bu davam edici zaman deyil. Yəli haldan sonra gələn coming gerund sayılır və C variantı burada ans, burada ənin gəlişi yəli hal sayılır. C variantı doğrudur. Silin bu qarışıqlıq getsin, digərini izah eləyək. Grandpa's becoming older. Older day by day. Baxın burada deyir ki, baba günlü-gündən yaşlaşır. Burada cümləmdə başqa bir feil yoxdur. Feil yoxdursa mən bunu davam edici zaman kimi götürürəm. Ona görə D variantı səhvdir. The bears tracks in the snow. We followed. Bu belə bir formamız yoxdur. S apostrof S sözün özü S-lə bitərsə, bəli, burada sözün özü S bitir. Məsələn, yuxarıda verdiyimiz waitress sözü sözün özü S-lə bitir. Biz buna apostrof S. Amma bear sözündə R-la, yəni R ilə bitirsə, ona S, təzən bir apostrof, bir də başqa bir S əlavə eləyə bilmərik. Y variantı səhvdir. Düzgün variantımız elə burada oldu. C variantı. Növbəti suala baxaq. 65-ci suala. 65-ci sual dedi ki, yəli hal özündən sonra artikel gətirmir. Burada B-də səhvdir, çünki rəqəm gətiribdir, rəqəm olmur. Lives to gələrsə, to-dur, veredir, bunlar gələrsə yəli hal sayılmır. Baxaq, have you answered yesterday's letters? Dünənin burada heç bir problem yoxdur. Bob's father. Then Bob is father'dır father. Father'dir. Bob's father. Then bəli, burada izin qısaldılmışıdır. Yəli hal özünə sonra sifət gətirə bilər. Amma o sifətdən sonra bir isim gəlməlidir. Gəlməyibsə deməli burada səhvdir. Düzgün variantımız burada elə D variantı olacaq. Apostrof özündən sonra ingli feil gətirib cümləmdə başqa bir feil yoxdursa bu davam edici zamanın göstəricisidir. Burada Russell and James wedding is wedding toy deməkdir. Yəni Russell'ın və James'in toyu, ikisinin bir yerdə toyu ola bilər. B variantını götürürük. That's dedik ki, burada yəli hal deyil. Article özündən sonra tək isim gətirir. Apostrof S-lə düzəldəcəyik. Spoke about woman dedik ki, bunlar həmişə apostrof S-lə düzəlir. Səhvdir. Düzgün variantımız B variantıdır. This building very gəlirsə bu yəli hal deyil. Moses taught us not to tell a lie. Anam bizə öyrədib. Burada yəli hal deyil, çünki verb 3-dür. Cümləmdə də başqa bir feil yoxdur. The world's longest river. Bəli, C variantı doğrudur. Dünyanın ən uzun çayı Nil çayıdır. Burada iz var. Burada da Waltz apostrof S-lə düzəlməsi doğrudur. C variantında heç bir problem yoxdur. Friends has both-dur. Verb 3 gəlibsə və cümləmdə başqa bir feil yoxdursa bu has-in qısaldılmış formasıdır. Has, ten özündən sonra cəmsim gətirir. Cəmsimlər S apostrofla düzəlir. Düzgün variant C variantıdır. Do you know people's duty? People's duty burada heç bir problem yoxdur. A-nı götürək. James attentive to is attentive to her. Burada baxın, yəni əgər bunu yəli hal kimi götürə bilmərəm, çünki özündən sonra sifət gəlir, sifətdən sonra da isim yoxdur. Götürə bilmirəm. A man's coming to mend the bike. Burada is coming to mend davam edici zamandır, çünki cümləmdə başqa bir feil yoxdur. C-ni çıxdım. Arif hasn't read. Nizami adam adıdır. Apostrof S-lə düzəltməliyik. My family moved. Cümləmdə başqa feil yoxdursa bu has-in qısaldılmış formasıdır. A variantı doğrudur. Növbəti suala keçirik. Növbəti sualımız 69-cu sualdır. 69-cu suala baxırıq. 69-cu sualda Emily burada söz önü gəlibsə yəli hal deyil. Broken verb 3 gəlibsə yəli hal deyil. Cümləmdə başqa bir feil yoxdursa. Changed verb 3 gəlib, bu yəli hal sayılmır. Today apostrof S-lə düzəlir. Visit Britain finest museums. Bu isə doğru variant Y variantı oldu. 70-ci suala baxırıq. He bought his friend's flat last year. A variantı doğrudur. Heç bir problem yoxdur. Forgotten verb 3-dür. Yəli hal sayılmır. Our flights been varsa yəli hal sayılmır. Let's ümumiyyətlə yəli hal deyil.
Tables, table cəmdədirsə, legs də cəmdə olmalıdır. Stolların ayağı yox, stolların ayaqları deyəcəyik. A variantı doğru variantdır. 71-ci suala baxırıq. Today's date deyə bilərik. A variantı doğrudur. Laura found verb 3'dür. Verb 3'dürsə having saldırılmışıdır. Watched has watched olacaq. Let's ümumiyyətlə yəli hal girmir. Mens həmişə apostrof s-lə düzəlir. A variantı doğrudur. Keçək digər suala. 72-ci suala. 72-ci sualda solved verb 3 gəlibsə yəli hal sayılmır. Our teacher nədir bu? Yəni sifət gəlirsə sifətdə ising saldırılmışıdır. Women's C variantını götürürük. They enjoyed to özündən sonra cəm isim gətirir. Cəm isim s apostrofla düzəlir. Özündən sonra to veri gəlirsə bu yəli hal sayılmır. Düzgün variantımız C variantıdır. This soap is very gəlirsə bu ising saldırılmışıdır. What ümumiyyətlə yəli hal deyil. Bu there ising saldırılmış formasıdır. My grandparents böyük valideynlərimin deyə bilərəm. Room D variantı doğrudur. Liz watched verb 3 gəlibsə bu having saldırılmış formasıdır. Düzgün variant D variantıdır. Got varsa bu yəli hal deyil. Where is ümumiyyətlə yəli hal deyil. He sang the composer's new song. C variantı doğrudur. Heç bir problem yoxdur. Bəstəkarın yeni mahnısını oxudu. Left verb 3'dür. Cümləmdə başqa bir feil yoxdursa having saldırılmış formasıdır. There is ümumiyyətlə yəli hal deyil. Düzgün variantımız C variantı oldu. Keçdik növbəti suala. Növbəti sualımız dedik ki article gələrsə bu yəli hal deyil. Is very gələrsə bu yəli hal deyil. ING-li feil gəlirsə ising saldırılmışıdır. It's ümumiyyətlə yəli hal deyil. Went on New Year's Eve variantı doğrudur. Düzgün variant. We have to özündən sonra cəm isim gətirir. Cəm isim s apostrofla düzəlir. Let's ümumiyyətlə yəli hal deyil. ING-li feil gəlirsə cümləmdə başqa bir feil yoxdursa ising saldırılmış forması sayılır. This bag isn't, it is Jane's. Burada bəli Jane's Jane'inkidir deyə bilərik. Yəli haldır. İsim Jane's bag. Burada bag sözü ixtisara düşə bilər. Verə bilərik. Burada ümumiyyətlə yəli hal deyil. Düzgün variantımız D variantıdır. Veri gəlibsə yəli hal deyil. B-ni götürək. Çünki in the principal's room verə bilərik. Burada hands bədən üzvləri varsa burada hər iki tərəfdə yəli hal olmalıdır. This book deals with England's burada şəhər adı apostrof s-lə olmalıydı. Bin isə having saldırılmışını göstərir. Burada elə düzgün variantımız B variantı hesab olunur. 78-ci suala baxırıq. 78-ci sualda have today's news elə A variantını götürək. Bugünün xəbəri doğrudur. That yəli hal sayılmır. Met verb 3 varsa bu having saldırılmışıdır. Children ümumiyyətlə belə bir yəli hal forması olmur. Burada unable sifətdir. Sifətdirsə bu ising saldırılmış formasıdır. 79-cu suala baxırıq. Is mate'dir. Verb 3 gəlibsə bu yəli hal deyil. Hector's had a headache. Burada ümumiyyətlə heç yəli hal deyil. Hector had a headache today deyəcəyik. Hector'un var deyəndə burada in şəkilsinə ehtiyac yoxdur. Mike's story about what's happened. Mike'ın hekayəsi about what is burada ümumiyyətlə yəli hal deyil. Çünki Mike's is sorry about what is happened. To be sorry about bu ising saldırılmışıdır, ona görə verməyəcəyik. Let's listen, ümumiyyətlə let's burada yəli hal deyil. They will take part in tomorrow's Y variantı düzgün variantdır. Sophia's received a few letters today.
özündən sonra verb 3 gəlibsə, cümləmdə başqa bir feil yoxdursa, has'in qısaldılmış formasıdır. B variantını götürürəm, çünki burada was var. Was varsa bu nə is ola bilməz, nə də has ola bilməz. Mary's character, Mary'nin xarakteri doğrudur. She thinks the foods very yeli hal sayılmır. Bədən üzvləri varsa hər iki tərəfdə yeli hal olmalıdır. Özündən sonra yeli əvəzliyi gəlirsə, yeli hal deyil, düzgün variant B variantıdır. Növbəti suallara baxaq. Növbəti sualımız My parents' room, yenə burada elə A variantını götürün. Valideynlərimin otağı. Was var. Was varsa bu nə is, nə də has ola bilməz. Doğrudur. Ümumiyyətlə it's yeli hal deyil. Terrace worried. Bu isin qısaldılmışıdır. To be worried about. My famous sifət yeli hal sifət gətirmir. Gətirə bilər, amma özündən sonra mütləq isim olmalıdır. It is də yeli hal deyil. That's yeli hal deyil. Babies burada ilə B variantını götürürəm. Çünki is var. Is varsa bu ikinci bir is ya da has ola bilməz. Körpənin dərisi deməkdir. Good at, to be good at'dir. Yeli hal sayılmır. Burada made verb 3 gəlibsə bu yeli hal sayılmır. Yenə verb 3 gəlibsə yeli hal sayılmır. 83-cü suala baxırıq. It is the world's most famous pop group. Burada it is varsa deməli bu yeli haldır. Dünyanın məşhur pop qrupu A variantı doğrudur. Let's ümumiyyətlə yeli hal deyil. My given verb 3 gəlibsə bu yeli hal sayılmır. Z artiklı S apostrof gətirir. This özündən sonra rəqəm gəlirsə bu artıq yaş göstəricisi kimi götürür. Ona görə də yeli hal sayılmır. 84-cü suala baxırıq. 84-cü sualda isə A-nı çıxıram, çünki belə bir yeli forması yoxdur. Burada elə B-ni götürürəm, çünki doctor's fault, doktorun, həkimin səhvi deyə bilərəm. Cümləmdə was var, o is ya da has ola bilməz. Both varsa bu artıq yeli hal deyil. Has'in qısaldılmışıdır. Pozitiv sifətdir. Yeli hal sifət sonra isim gətirməlidir. Yoxdursa bu Simon is pozitiv, Simon pozitivdir deyəcəyik. Verb 3 gəlirsə bu da yeli hal deyil. Who is, bu what is bunlar yeli hal sayılmır. Got gəlirsə yeli hal sayılmır. Sandra's paint is'in, burada painting özündən sonra başqa bir fiil yoxdursa bu is'in qısaldılmışı davam edici zamanı göstərir. What's bu yeli hal deyil. Düzgün variantımız Y variantıdır. At the groceries. Meyvə tərəvəz satılan yer deməkdir. Please return. 86-cı suala baxırıq. Mrs. deyiriksə bu apostrof S-lə düzəlir. Yəni bunlar S apostrofla düzəlmir. Apostrof S-lə düzəlir. My sister's new bicycle. Burada was var. Was varsa deməli bu ikini götürürəm. Bacımın yeni velosipedi deməkdir. That the project's daily was the project's delay. Gecikmə deməkdir. Proyektin gecikməsi. Burada apostrof S verə bilərikmi? Bir dəqiqə daha dəqiq baxım. The report clarified that the project is delay. Project's delay was due to the team's fault. Burada to the team's due to the team's fault 3-də doğrudur. 3-də heç bir problem yoxdur. Jones 3-də heç bir problem yoxdur. 3-ü götürür. Burada həm team's fault, yəni komandanın səhvi idi. Verə bilərik. The Jones burada Z artiklı gəlirsə burada S apostrof yox, apostrof S yox, S apostrof olmalıdır. 4 səhvdir. Yəni 2-3 C variantı doğrudur. Növbəti suallara baxaq. 87-ci sualda səhv olanı seçəcəyik. Səhv olanı seçirik. Baxaq görək hansı səhvdir. The children's playground. Burada heç bir səhv yoxdur. Bunu çıxıram. We are inviting to the ailə B variantı səhvdir. Nəyə görə? Çünki Z varsa burada apostrof S apostrof olmalıydı. Apostrof S yox. Səhv olan elə B variantıdır.
Səhv olan B variantıdır. Phone changer is I need to find my phone charger. Telefonumun şarjını tapmaq lazımdır deyir. Doğrudur, heç bir səhv yoxdur. Burada is varsa yəli hal brother's car deyə bilərəm. Doğrudur. The teacher's desk müəllimin partası doğrudur. Elə səhv olan burada B variantıdır. 88-ci suala baxırıq. 88-ci sualda doğrunu tapacağıq. Doğruda who had to wait for the bus driver's signal before crossing the street. Birdə heç bir problem yoxdur. Bus drivers, yəni avtobus sürücüsünün siqnalını, burada heç bir problem yoxdur. Bir doğrudur. 2 səhvdir, çünki dogs cəmdədir, tails da cəmdə olmalıydı. İtlər cəmdirsə quyruqda cəm olmalıdır. 3 children's laughter, field 3 doğrudur. 3-də heç bir problem yoxdur. Today's bu apostrof S-lə düzəlir. Yəni 1, 3 doğru variant. 4 də var burada. 4-ə baxmadıq. 4-ü keçirdik. Bir dəqiqə 4-ü keçirdik. Deməli, hansı doğruydu? 5 dedik səhvdir. 3 doğruydu. Her parents expectation were. Burada were varsa valideynlərin gözləntisi yüksək idi. Parents apostrof S-lə verməyimiz doğrudur. 3 də doğru oldu, 4 də doğru oldu. Düzgün cavab 1, 3, 4, yəni A variantıdır. 89-da yenə incorrect seçəcəyik. Incorrect, səhv olanı. Friend's house bir doğrudur, biri çıxırıq, götürməyəcəyik. Burada Mr. veririksə 2 səhvdir. Burada apostrof S olmalıdır. The team's performance was 3 götürmürük, çünki doğrudur. 4-ü götürürük, çünki belə bir yəli formamız yoxdur. 2, 4, 5 də doğrudur. Z artiklı özündən sonra S apostrofu gətirir. Yəni səhv olan 2, 4'dür. Bu da Y variantıdır. 90-cı suala baxırıq. Burada bədən üzvü varsa hər iki tərəfdə yəli hal olmalıdır. Bir səhvdir. Mike's and Wilson's projects olmalıdır. Hər iki tərəfdə apostrof varsa isim cəmdə olmalıdır. Belə deyək də, şəriklidirsə ikinci tərəfdə apostrof olmalıdır. 2 səhvdir. The child's father 3 doğrudur. Uşağın atası. Russell's room is a mess. 4'də də heç bir problem yoxdur. The company's profits have been 5'də də heç bir səhv yoxdur. Yəni 3, 4, 5 doğru variant elə B variantıdır. Keçdik növbəti sualımıza və nəhayət ki sonuncu 3 sualımıza baxaq. Biri çıxıram nəyə görə? Çünki belə bir yəli formamız yoxdur. Həmişə apostrof S-lə düzəlir. 2 doğrudur. My brother's jacket, mənim qardaşımın jaketi. They manufactured firemen's, yəni birin düzgün forması daha doğrusu 3-dədir. The teacher's staff room is on the next floor. Teacher müəllimlərin staff room müəllimlər otağı deməkdir. Heyətin otağı. 3'də heç bir, daha doğrusu 4'də heç bir problem yoxdur. A monkey's tails. Burada tails cəmdədirsə, deməli monkeys də cəmdə olmalı. Çünki quyruq, belə deyək də, hər heyvanın bir quyruğu var. Yəni bir meymunda 2 dənə quyruq ola bilmədiyinə görə biz 5'i düzgün götürə bilməyəcəyik. Düzgün variantımız burada 2, 3, 4 oldu. O da Y variantındadır. 92-ci suala baxırıq. The people's hardship doğrudur. Heç bir problem yoxdur. İnsanların zəhməti. 2-ni çıxıram çünki belə bir yəli formamız yoxdur. Of these people, independence of these peoples. Peoples bilirik ki, həm xalq mənasını verir, həm də cəmaat. Cəmaat deyəndə artıq topluluq bildirən isimdir, amma xalq mənasını verəndə biz onu cəmləşdirə bilirik. Yəni bu xalqların azadlığı deyə bilirik. Yəni 3 doğrudur. 4'ü çıxıram. Nəyə görə? Çünki biz demişik ki, defislə yazılan mürəkkəb isimlərin yəli halı ikinci formada olur. Burada yəli hal olmur. 1, 3 doğru variant A variantı oldu. Elə burada da people's
Baxın, həm apostrof S-lə, həm də S apostrofla cəmaət mənasını bildirərsə, apostrof S-dən xalq mənasını bildirərsə, cəmləşdirib onu S apostrofla işlədə bilərik. Və nəhayət 93-cü sualı, sonuncu suala gəldik. Burada veririksə, parent cəmdə olmalıdır. Belə deyək də, John and Ben's parent, John və Ben'in valideyni verə bilərik. Ben's parents, parents valideynlər sözü cəmdə olur. Valideynlər sözü, bir dəqiqə. Burada parent sözünün işlənməsinə görə baxacağıq. Parent valideyn, valideynlər deyir. Yəni 1 ilə 2 doğrudur. Amma 3 səhvdir. Nəyə görə səhvdir? Çünki burada hər iki tərəfdə verirəmsə, hər iki burada valideyn cəmdə olmalıdır. Burada isə 4də nəyə görə səhvdir? 4-ün səhvi də B-ni cəmləşdirib, Ben burada adam adıdır, cəmləşməz. Ona görə 1-2, yəni B variantı doğrudur. Bu da bizim yəli hala aid, ismin yəli halı possessive or genitive case-ə aid Güvən 2024 test toplusunun suallarının izahı oldu. Hər hansı bir sualınız olarsa mütləq şəkildə verə bilərsiniz.